Herkese salam, yeni vloguma xoş gəldiniz. Bugün pişiklərimə yaş mama pişirmək qərarına gəldim. İstədim onu da sizlərlə bölüşüm. Hava da bugün çox gözəl idi, isti idi. Bu qız da gözəl idi, sığarlamasam olmazdı. Gördünüz ki, ev pişiydi bu da. Bilirsiniz, mən yaş mamanı keçən vlogumda da paylaşmışdım. Ciyərdən hazırlayıram. Mənim pişiklərim həddən artıq çox sevdilər o yaş mamanı. Ona görə mən tez-tez olmasa da arada bişirirəm. Biraz getdikdən sonra qarşıma belə bir çarəsiz, bəlkə də günlərlə yemək gözləyən canlar gördüm. Onları görməzdən gələ bilməzdim, əli boş da yanlarından keçə bilməzdim. İstədim onlar üçün də marketdən bir şeylər alım. Bilirsiniz, indi çox bahadır. Üzerimdə də pulum az olduğuna görə elə hərəsinə bir saçıq almaq qərarına gəldim. Qırıq-qırıq kəsib verərəm deyə. Üstə nə idi, mən qaydanda dedim, bəlkə qabağıma başqa bir şeylər olsa, birini də artıq aldım. Elə tələsik aldım, çıxdım tez ki, oradan getməsinlər, onlar üçün yetişə bilim. Çox şükür onlar da oradaydı, görəsiz, ac olduqları elə üzlərindən, hərəkətlərindən bilinirdi. Hələ də orada yatırlar. Düzdür, insanlar sağ olsunlar, oradan keçənlər, evi yaxın olanlar yemək verirlər, görmüşəm neçə dəfə yemək tökdüklərini. Amma hər dəqiqə verilmir, bu küçə canları üçün də yemək lazımdır. Onlar ən azından yatmaqları yeri yoxdur. Ən azından qarınları tox olsun. Qırıq-qırıq verdim, yedilər. Elə yaxşı ki də birini artıq almışam. Bu pişik yox idi, bu sonradan gəldi. Bu qarnı doyub yenə hücum edir. Gəlin anasını yesin. Yəqin ki, sabah açılandan heç yemək yeməmişdilər. Elə az da olsa qarınları doydu. Düzdür, üstümdə bir o qədər pul olmadı, ancaq buna yetdi. Olsun, yenə də mən sevindim. Əlimdə də biraz parça qalmışdı. Onu da saxladım ki, bəlkə qarşıma başqa bir pişik çıxar. Burada da əl çəkmir ki, yenə ver. Qarşıma belə bir çərkdək çıxdı. Bunun da ayağı yox idi. Yazıq, az qala ayaqlayırdım. Qırağa qoydum ki, heç olmasa öz-özünə çıxsın, getsin. Dediyim kimi də oldu. Qarşıma bu iki can çıxdı. Yenə zibilin içində yemək axtarırdılar. Vlogumuzun sonudur. Bunlara da bir-iki parça da onlara verdim. Az qalmışdı çünki yetmədi. Hərəsinə biraz yetdi. Belə dostlar, vlogumun sonudur. Yaş mamanı da sabah pişirmək fikrim var. Qərarımı dəyişdim. Bugünlük vlog bu qədər olsun. Siz də bəyəndinizsə, abunə olmağı, rəy yazmağı, bəyənməyi unutmayın. Bizlərə dəstək olmağı unutmayın.